Çox vaxt insanların tənqidləri fərdi və qərəzli olur. Necə ki, görürsən, kimsə bir zaman Allaha dua edib, istədiyini almayıb, yaxud əzizini itirib, yaxud kimsə onu incidib, başlayır ki, Allah yoxdur, din yoxdur, hamısı boş şeylərdir və s. Öz təcrübəsi ilə din təyin edir. Deməli, Əhl-i Beytə qarşı pis mövqedə olan bir nəfər vardı. Bu adam hər dəfə İmam Musa Kazım əleyhissalamı görəndə onu incidir, təhqir edir, hətta İmam Əli əleyhissalama da dil uzadırdı. Bir gün İmamın ətrafındakılardan bəziləri dedilər ki, icazə ver bu əxlaqsıza öz həddini bildirək. Lakin İmam onları bu işdən şiddətlə çəkindirir, üstlərinə acıqlanırdı ki, olmaz. Sonra İmam bu adamın harada olduğunu soruşdu. Dedilər ki, Mədinənin kənarında əkinçiliklə məşğul olur. İmam onun yanına getdi. O tarlasını tapdı. Həzrət öz ulağı ilə tarlanın içinə girdi. Adam bunu görən kimi qışqırdı. Əkinimizi tapdalama. Həzrət onun yanına gəldi, yanında əyləşdi, onunla zarafatlaşdı, səmimi söhbət edib güldürdü. Sonra soruşdu, bu əkinin üçün nə qədər xərc çəkmisən? Kişi dedi, 100 dinar. İmam soruşdu, bəs nə qədər qazanc gözləyirsən? Kişi cavab verdi, mən qeybi bilmirəm. İmam buyurdu, mən demirəm ki, qeybi biləsən. Sadəcə nə qədər gəlir götürməyə ümid bəsləyirsən? Həmin adam dedi ki, 200 dinara ümid edirəm. Bunu eşidəndə İmam bir kisə çıxartdı. İçində 300 dinar var idi. Buyurdu ki, bu sənin əkinin pulu. Allah sənə o ümid etdiyin ruzini də yetirər. Bütün xərclər ödənildi. Əkini tarlası özündə qaldı. Üstəlik sonraki xeyir də özünün. Daha nə istəyirsən axı? Kişi dərhal ayağa qalxıb İmamın başından öpdü və keçmişdə etdiyi bütün səhvlərinə görə ondan üzr istədi. İmam Musa Kazım da ona gülümsəyib oradan ayrıldı. İndi qulaq asın. Axşam İmam məscidə gedəndə gördü ki, həmin adam orada oturur. Kişi İmamı görən kimi uca səslə bu Quran ayəsini dedi. Allah öz risalətini harada qərar verəcəyini daha yaxşı bilir. Dostları onun üstünə tökülüşüb soruşdular ki, sənə nə olub? Axı bayaq başqa şeylər danışırdın. Kişi dedi, indi nə dediyimi eşitdiniz də. Başladı İmam üçün dua eləməyə. Həzrət İmam evinə qaydanda bayaq o kişiyə həddini bildirmək üçün icazə istəyən yoldaşlarına belə dedi. İndi deyin görüm, hansı yaxşı idi? Sizin istədiyiniz, yoxsa mənim etdiyim? Gördüyünüz bu kiçik məbləğlə mən onun işini islah etdim. Bu yolla onun şərrini uzaqlaşdırdım. Gördünüz mü əzizlərim? O kişi nə düşmənlik edərkən haqlı və insaflı idi, nə də tərif edərkən. Bəzi insanlar var, onların çarəsi sadəcə bu üsuldur. Çağırırsan, danışdırırsan, biraz tərif, şəxsiyyət verirsən, diqqət ayırırsan və salam. Sən demə dərdləri sadəcə diqqət, mənə bax imiş.